Salam əziz Cəlabatlar. Cəlabatın Arıxlı istiqamətində Cavarxan küçəsində yolun tam kənarında, asfaltın üzərində obyekti yerimiz satılır, evdir və torpaqdır. İzləyici ətraf təqdim edək. Yolun kənarında obyekti, torpağımız və evimizi təqdim edəcək. Yolun tam kənarıdır, arxa yoldur. Video formatda qısa da olsa təqdim edirik ki, ərazini yaxından tanış olasınız. Evimiz burada. 15 metr evin enidir, yerdə qalır 20 metr torpaq. Ümumi yol üzrə eni 35 metrdir, 10 sot ərazidir və küçəyə də çıxışı var, asfaltın qırağında da çıxış var. Obyektiv yerdir. Ev qalsın yerində, obyektiv arendaya ver, istifadəyə ver və əvvəl də obyekt olub bura. İstifadə olunub, hal-hazırda istifadə olunmur. Hazır biznesdir, 10 sot ərazidir. Torpağı ilə orta hesabla 5 min götürürsünüz, 50 min bunun torpağıdır. Evimiz izləyəcək, ətraf təqdim edək. Həyətimiz buradır. Obyekt kimi yer istifadəyə dediyimiz kimi birinci həyətdə asfaltdan. Fikirlər də növbə-növbə təqdim edirik izləyicilərə. Hazır səliqəli tikildi. Həyətində düz damı da var. Burada da ikinci otaqdır. Damıdır, bağıdır. Kommunallar qaydasındadır. Bu yer bağ, asfalta baxır. Yəni burada ən azı bir obyekt kimi, Obamankidə, Almankidə istədiyiniz obyekt kimi istifadəyə verə bilərsiniz. Keçə evin daxilini təqdim edirik izləyicilər. Bura evimizin koridorcu dəhlizdir. Girəcək də solda hamamdır, remontludur. Evdə yaşayış olmadığı üçün biraz səliqəsizdir. Bura birinci mərtəbə. Birinci mərtəbədə daxil olaraq salon sistemimizə. Dediyimiz kimi yaşayış yoxdur deyə biraz səliqəsizdir. Bura salondur, qonaq otağıdır. Növbəti yataq otağımızı təqdim edək. Yataq otağı. İkinci yataq otağını təqdim edək. Bura mətbəxdir. Mətbəxdən sanitar qapçanı təqdim edək, içəridədir. Birinci mərtəbəni sizə təqdim keçək. İkinci mərtəbəyə zəhmət olmasa. Bura ikinci mərtəbəyə çıxışdır. Bura salon sistemimizdir. İkinci mərtəbənin salonudur. Yataq otağını təqdim edək. İkinci mərtəbə yaşayış olmasa da səliqəli qalıb. İkinci yataq otağını təqdim edək. Gəl üçüncü yataq otağına. Burada üçüncü yataq otağında. Keçək balkon sistemimizə. Bura evimizin balkon hissəsidir. Həyətində düz adamı və fikirləri sizə təqdim etdik. Evin özünü də ətraflı video formatda təqdim etdik. Yolun kənarında 10 sotdur. Yolun kənarında artıq torpağımız da qalıb. Ev qalar yerində əlavə nəsə obyekt falan tikə bilərsiniz. Gəlib ətraflı yaxından da tanış ola bilərsiniz. 10 sotdur, 2 mərtəbədir. Birinci mərtəbədə 3 otaqdır, 2 yataq, 1 qonaq, mətbəx, daxili sanitar qovşaq və hamam ayrı-ayrıdır. Adlı İkinci mərtəbə isə 4 otaqdır. 3 yataq, 1 qonaq. Əmlak sahibinin əlaqə nömrəsini səsləndirəcəm. Özü ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. 051 589 14 04. Əlaqə saxlayın, ətraflı məlumat alın. Videomuzu kaydedin, paylaşın, bizə dəstək olun.